Biletlər hamısında baqaj var da, hamısında, yoxsa Yox. əlavə alınır onlar? Yəni qiymətə görə dəyişir. Məsələn, elə hava yolları var ki, biletin ancaq baqajlı satır, elə hava yolları var ki, bunu bölüb baqajsız bilet biraz ucuz olur, baqajlı bilet biraz qiyməti fərqli olur. İstəyə bağlıdır da, yəni. Baqajın yoxdursa, niyə baqajsız, niyə baqajlı bilet alasan? Baqajsız, baqajlı biletin əslində fərqlərində tək baqajın olub-olmamağında deyil fərq. Yəni bu, hava belə deyək də, tarifin tətbiq etmə şərtləri var. Hansı ki, sən aldığın bilet indi insanlıq halıdır da, bu gün alırsan 1-2 ay sonra baş hadisə gələr. Bileti qaytarmaq istəyərsən və yaxud vaxtını dəyişmək istəyərsən. Qaytarmaq olur ki, onu? Baqajlı biletlərdə belə olur. Məsələn, vaxtını düzdür cərimə ilə qaytarmaq olur, amma yəni olur da, amma baqajsız bileti heç nə eləmək. Və bu Pürüsdəki bu, məsələn, bu aşağı büdcəli hava yollarına fərqləndirmənin də bir nüansı budur. Yəni, orada bilet aldım, vəsə, batdı. Yəni, gedirsən get, getmirsən getmə. Amma məsələn, bu bir tərəfdə, yəni sən müəyyən bir düz cərimə ödəyirsən, amma cəriməni ödəyib bileti qaytarıb pulu dala götürə bilirsən və yaxud da müəyyən bir cərimə ödəyib biletin vaxtını dəyişdirə bilirsən. Onlar da bir nüansdır.